Azərbaycan xalqına, el-obama, iman əhli, Allahı olan iman əhli mənə nəzrindən köməklik eləyirlər. Bax, küçədə, dükanda yaşayıram. Bir il qışda, mən soyuqda. Kəndin həkimi xəbər göndər ki, onun ciyəri zad hamısı çürüyəcək. Hər kəs bayram edir, amma 61 yaşlı Nailə xanımdan başqa. Belə ki, Göyçay rayon Bığır kənd sakini Rəhimova Nailə İsmail qızı arxa fonda gördüyünüz ev də deməzdim, bir daxmada, betonda yaşayır, müəllimə işləyib. Nailə xanım vaxtilə müəllimə işləyib və 61 yaşı var. Özünün verdiyi məlumata görə heç vaxt ailə həyatı qurmuyub. Bu ailəyə kömək, bu şəxsə, daha doğrusu ailə deməzdim, bu şəxsə kömək etmək istəyən, Heç kimin yoxdur. bəli, kimsəsiz anaya köməklik etmək istəyən şəxslər 051 766 49 28 nömrəsi ilə əlaqə saxlaya bilər. Nə suyu, nə də qazı yoxdur. Bir işığı var, odunla bu vəziyyətdə dolanır. Soğuqdan olmuşam bax bu gündə. Şişdi bütün canım, ciyərim, orqanlarım heç bir işləmir soyuqdan, çətinlikdən, əzab əziyyətdən. Köməyə ehtiyacım var. Tut məndən istəyirəm. Bu atam yıxılacam, qaytaram ona görə tez. Polis rəisi verib o televizoru mənə. Sağ olsun. Hansı polis rəisi veribsə sağ olsun. Elxan müəllim, İsmailov Elxan müəllim. İşıq içərin yoxdur. Yoxdur, yerdə yatıram, çarpayım yoxdur. Daşın üstə bax, daşa baxın ay camaat. Daşın üstə yaşamaqdan bütün orqanlarım hamısı fəaliyyətini itirib. Bax belə bir qaranlıq dünyada Allahın işığına sığınam. Çox pis həyat yaşamışam. Dünya nədir görmədim mən. El-obam şahiddir.